Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məlik Əslanov küçəsində. Demək, yoldan haradasa təxmini marşrutdan bir 400 metr məsafədə, 300-400 metr məsafədə şəxsi inşa olunmuş bir 1.5 sotun içində 2 ailə üçün tam uyğun bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini video son dəqiqələrdə sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu evi ev sahibi özünə şəxsi inşa elətdirib. Yəni gələn adam bu evin içinə baxsa, yəni evə özü qiymət qoyacaq. Evin keyfiyyətinə, təmirinə, yəni hər şey öz nəzərində baxıb deyəcək ki, həqiqətən bu ev şəxsi, özünə tikilmə bir evdir. Bax, gördüyünüz kimi, həyətyanın sahəsi. Bir maşın burada bax, bir daxil ola bilər. Qaraja rahat 2 dənə maşın daxil ola bilər. Demək, bura qarajdır. Ev sahibi buranın istipol eləyib, metlaqlarında vırdırıb. Yəni, kollektordan da ayrı buranı istifadə edə bilərsiniz, eləməyə edə bilərsiniz. Buradan bir qapı da qoya bilərsiniz. Yəni, oranı saxlamaq olar, mümkündür. Bir dənə jaluz qapı bəs eləyir. Həyətyanın sahəsidir, gördüyünüz kimi. Tam et daşlarla düzülüb. Tam et deyir, hətta metlaq vırdırıb. Yəni, ev sahibi həqiqətən çox keyfiyyətli işlər gördürüb. Demək, üzünə ağlay daşları vurub, həsarına, üzünə bax, belə gördüyünüz kimi ağlay daşlarını elətdirib. Ev həqiqətən çox mükəmməl bir evdir. Yəni, evə problem yoxdur. Evin keyfiyyəti göz qabağında. Buradan daxil oluruq evin birinci mərtəbəsində 2 ailə üçün hündürlük, 280 dollar hündürlüyü. Demək, hörmətli izləyicilər, buranın da aşağısı istipoldur. Baxın, bax, plüntusları özü bahalı plüntuslardan istifadə edib. Qapıları bahalı qapılardan istifadə edib. Ara kəsmələri qoşadı. Yəni, hələ çox evlərdə ara kəsmələr qoşadı. Bura mətbəx. İşıqlı seçək, daha rahat olsun. Mətbəx hissəsidir. Görürsünüz, ev sahibinin özünün əşyalarından biraz var. Evdə sadəcə müəyyən səbəblərə görə bu ev satası oldu. Pul lazım olduqca. Amma həqiqətən evi çox gözəl, ideal vəziyyətdə təmin edib. Yəni, hər bir ustanı gətirirsəniz bu evə, yəni başa çıxan adam, evdən başa çıxan adam özü bir qiymət qoyacaq. Burada bir, aşağıda bir otaqdır. Burada əslində xudmanı oturacaq otaqdır. Gördüyünüz kimi evin təmiri çox səliqəli, səhmanlı. Yəni, alan adam gəlib özü dəyər verəcək. Hansı bir müştəri gəlib baxsa, evə dəyər verəcək. Tam 2 ailə üçün uyğun olan bir evdir. Burada bir dənə yenə bir otaqdır, gördüyünüz kimi. Sonunda da burada dəhliz hissəsidir, sanuzeldir. Aksesuarları da ev sahibi qoydur. Görürsünüz, hörmətli izləyicilər, təmir qaydasında, ideal vəziyyətdə. Keçirik indi buradan. Aşağı ilə tanış olduq. Aşağıda 2 otaq, bir mətbəx. Gördüyünüz kimi hər şey qaydasında. Keçirik indi evin yuxarı otaqlarına tanışıq. 2 otaq aşağıda, 3 otaq da yuxarıdadır. Cəmi 5 otaqdır. Buradan da bir pəncərə qoyub. Ağla daşlarını üzətdirib, özə səliqəli, səhmanlı iş görülüb. Həqiqətən evə bütün işləri çox səliqəlidir. Buradan daxil oluruq evin içinə. Aboylar çox zövqlü aboylardır, həqiqətən. Ürək açan aboylardır. Şəbəkə ilə işləyiblər. Özə qalın şey, nazı yox, qalın şəbəkələrdən işləyiblər, əl işlərdir hamısı. Yuxarı tavanlar çəkən çox qəşəng, sərgəli fiqurlar qoyublar. Bax, görürsünüz, üstülarında asıblar. Burada geniş bir mətbəxdir. Pəncərələri genişdir, ürək açandır. Qapıları ağ qapılardır. Sağda bir geniş yataq otağı. 3 otaq olsun, 3 otaq elə bir sahibi, geniş edir. Bura bir, yenə də böyük yataq otaqdır, haradasa 18-20 kvadratlıq böyük yataq otaqdır. Ev sahibi 3 elə bir yuxarıda geniş edir otaqlar. Yəni, bunu nəzərinizə çatdırım. Bura qonaq otaqdır, rahat 4 metr enidir. Ev sahibi həqiqətən çox sərgəli iş gördürüb. Özünü elətdirib. Yəni, bunu mən sizin nəzərinizə çatdırım. Ev tikib satanlar da yaxşı ev təmin edir. Amma bu, hər şeyin yaxşısını edir. Yəni, burada bütün plüntuslar, bahalı plüntuslardan istifadə edir. Yuxarı paduqalar çox əl işlərdir. Görürsünüz, ev həqiqətən çox ürək açan bir evdir. Buranın da haradasa təxmini deyimdə 4 metrdən çox enidir.
7 metrdə uzunluğudur. 30 kvadrata yaxın rahat var. Burada da yine bir balaca otaqdır, uşaq otağıdır. Yəni balaca desək, uşaq otağı üçün yaxşıdır. 14-15 kvadratlıdır hardasa. Uşaq otağı üçündədir. Həm də ev tam havalanma uyğundur. Arxası pəncərələr hamısı açıq, yan tərəfləri açıq. Qapılar, ağ qapılardan istifadə olunur. Sonda da bura sanuzelidir. Yuxarılar da asma tavandan yığılıb, yəni polistonadan yığılıb. Kabel metlaqlar da çox səliqəli. Bağlı kabel metlaqlardan istifadə olunub. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında bütün məlumatları sizə təyin nəzərinizə çatdırdım, çəkdim, təqdimatda göstərdim. Kimlər sevgili satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seçal əmlak, yəni seçib almaq səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. YouTube'da amma, hörmətli izləyicilər, evlər izləməkdən ötürü kanala daxil olun, seçal əmlak. Orada videolar bilməsələr, orada ayrıca girib orada baxırsınız. YouTube biraz fərqlidir. Zınqırov adlı bildirim işarəsində aktiv edin. Evin qiyməti də, start qiyməti, sənədi də deyirəm sizə 138 min. 138 min start qiymətdir. Sənədi bələdiyyədir, kupçaya gedən bir sənəddir. Ərazi heç bir dövlətə aidiyyəti yoxdur, sırf. Yəni kupçaya gedən sənəddir. Yəni sənədi heç bir dövlətə, maneviyyat, neft şirkətinə zədə aidiyyəti yoxdur. Kupçaya gedən tam rahat bir ərazidir. Bunu da nəzərinizə çatdırım ki, yəni rahat bura kupça veriləcək. Almaq olar. 138 start qiymət. Sona qədər izlədiyi üçün də təşəkkür edirəm. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin.